Azərbaycanın müstəqilliyi uğrunda canını qoyan, lakin son mənzili bəlli olmayan bir dövlət adamı. Ona Kürdəmirdə gecə ikən sui-qəsd olundu. Mərhumun meyidinin bastırıldığı yer hələ də məlum deyil. Qətl hadisəsindən illər ötsə də, bu hadisə ictimaiyyətə qaranlıq qalmaqdadır. O, Bakıdan yola düşür. Kürdəmir ərazisinə yaxınlaşdıqda hava qaralmışdı. Kürdəmirin Qarasaqqal kəndi yaxınlığında gecələmək üçün baş nazir sürücüsünə göstəriş verir. Sürücü avtomobili saxlayır. Gecənin qaranlığından istifadə edən xainlər Azərbaycanın ilk baş nazirinə silahlı hücum edirlər. Namərtcəsinə arxadan vuraraq qətlə yetirirlər. Sürücünü isə yaralayırlar. Sürücü yaralı olsa da aradan çıxa bilir. Qatillər cinayəti gizlətmək üçün onun cəsədini naməlum bir yerdə bastırırlar və üzərindəki bütün sənədləri, şəxsi əşyaları qarət edirlər. Bu günə qədər onun Kürdəmirdə qətlə yetirildiyi dəqiq yer və məzarı tapılmayıb. Baş naziri kim güllələdi? Bu qətli kim sifariş etmişdi? Onun məzarı hardadır? Qara pərdələr. O, Azərbaycan Xalq Cümhuriyyətinin ən gərgin dönəmlərində hökumətə rəhbərlik etmiş, savadı, qətiyyəti və millətsevərliyi ilə seçilən bir nazir idi. Lakin 1920-ci ilin 27 aprelində Bakını işğal edən bolşevik qüvvələri onun həm qurduğu dövləti, həm də gələcək planlarını alt-üst etdi. İşğaldan sonra milli hökumətin üzvləri üçün Bakıda qalmaq ölüm demək idi. O, yaxın dostları və silahdaşları ilə birgə gizli şəkildə Gürcüstana, oradan isə Avropaya mühacirət edib müstəqillik mübarizəsini xaricdə davam etdirmək qərarına gəlir. O, Tiflis qatarına minmək üçün Yevlaxa doğru hərəkət etməli idi. Lakin bolşevik cəsusları və yerli quldur dəstələri hər yerdə Cümhuriyyət rəhbərlərini güdürdülər. Kürdəmirdə qurulan tələ. Onun yolu 1920-ci ilin may ayının əvvəllərində Kürdəmir rayonunun ərazisindən keçir. Məhz bu torpaqlarda Cümhuriyyətin baş nazirinin taleyinə qara pərdə çəkilir. Onu bu təhlükəli yolda bələdçilik edən və onu qorumalı olan şəxslərdən biri bəzi tarixi mənbələrdə Yevlaxlı Əşrəf bəyin adamları və yerli quldur tərəfdarları kimi qeyd olunur. Əslində Sovet cəsusları ilə əlbir idi. Qara pərdə arxasındakı bu qətl sadəcə bir soyğunçuluq idimi? Xeyr, bu təsadüfi qətl deyildi. Bolşeviklərin fövqəladə komissiyası Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin ölkədən qaçaraq xaricdə anti-sovet hərəkatı yaratmasından qorxurdu. Onun Kürdəmirdə xaincəsinə öldürülməsi bolşevik rəhbərliyinin yerli quldur dəstələrinin əli ilə törətdiyi və ya yönləndirildiyi siyasi bir sui-qəsd senarisi idi. Qatillər çirkin işlərini görüb kənara çəkildilər. Sovet imperiyası isə onun ölümünü uzun illər xalqdan gizlətdi. Onun itkin düşmüş kimi qələmə verdi. Bu Cümhuriyyətin ilk qurucularından və baş naziri olan maarifçi, publisist, məhz Kürdəmirdə ömür yolu bitən Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər, Maarif və Dini Etiqad, Xalq Maarif naziri olan Nəsib bəy Yusifbəyli idi. Nəsib, hardasan? Suda ya torpaqdasan? Heç nə bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun, səni çox sevirəm. Bu kövrək və həsrət dolu ifadələr Türkiyədə 2 övladı ilə məşəqqətlərlə baş-başa qalan Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanımın məktublarında əks olunmuşdu. Şəfiqə xanım və övladları Niyazi və Zöhrə Nəsib bəyin qətlindən xəbərsiz idilər. Şəfiqə xanım Qasparlı axtarışa çıxır. Nəsib bəyi axtarır. Məktublar yazır, ancaq onun məktublarına cavab gəlmir. Sonradan təsadüfən İstanbulda Nəsib bəyin sağ qalan sürücüsünü görür. O, Şəfiqə xanımla görüşdə bütün baş verənləri nəql edir. Xalq fədaisinin oğlu
Niyazi Yusifbəyli atasının qətlə yetirildiyi Kürdəmiri sonralar özünə soyad seçir. Bu barədə Niyazi bəyin qızı belə məlumat verir. Babam Nəsib bəy Yusifbəyli Məmməd Əmin Rəsulzadə ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Atam Niyazi bəy babamızın qətlə yetirildiyi Kürdəmiri özünə soyad seçib. Niyazi Kürdəmirin qızı Şahika Kürdəmir.